Göstərəcəm ki, başını hələ tam saxlaya bilməyən, arxa əzələlərində gərginlik ola bilən uşağı necə düzgün götürmək lazımdır. Mütləq başını və poposunu tuturuq. Bəli və çiyinlərindən və poposundan dəstəkləyərək uşağı dik vəziyyətdə çiynimizi alırıq. Beləliklə, əgər çık düzəltmək lazımdırsa, məhz bu cür uşağın döşü sizin çiyninizdə olacaq şəkildə edin. Əgər uşağı başqa yerə qoymaq lazımdırsa, onu irəli əyərək ayaqlarını qarnının altına gətirmək olar. Əgər uşaqda qaz varsa, onu döşü üstə bu vəziyyətə salmaq lazımdır. Uşağı başqa poza necə keçirmək olar? Dərini düzəldirik. Bəni. Bax, benə tuturuq. Bəni. Cücə. Və bax belə çık. Bax belə. Cücə. Pələng pozası. Udaqda pələng. Bu pozada uşağın qazları daha asan çıxır. Sancı zamanı onu sakitləşdirmək daha asan olur. Budanın pozası və ya lotus pozası. Ayaqları qatlayırıq və əlləri bir yerə yığırıq. Bu pozada uşaqlar yaxşı sakitləşir, qazları da daha asan çıxır.